Yəni bu gecə yox, sabahki gecə çox fəzilətli gecədir. Qədr gecəsindən sonra ən üstün gecə sabahki gecədir. Çox fəzilətlidir. Müqəddəratın təyin olunmasında Qədr gecəsindən əlavə bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var, dua eləsinlər. Şabaniyyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəyə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu ekber. Bunu 100 dəfə demək olar. İstiğfar eləmək olar. Öz dili üzdən kimin gücü nəyə çatır? 2 rükətdə namaz qılıb dua eləsə işdir və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə hündürlüyü olsa lap yaxşı olsa. Olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibləyə dayansın, sağa sola və göyə baxsın, desin Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullah.